Nigar, sən keçən verilişdə dedin ki, mən sözümü tam olaraq deyə bilmədim, mənim sözüm yarımçı qaldı, mənə imkan vermədilər, mən sözümü deyim. Nə demək istəyirsən ürəyimdə? Məsələ ilə bağlı, kim sənə imkan vermədi? Məncə deyilən deyildi, sən də öz sözünü dedin də canım. Dedin ki, belədir. İlk öncə hər kəs salamlayıram, amma... Mən çox üzr istəyirəm, yeni qoşan tamaşaçılar ola bilər, ekspertlərdən də bilməyən ola bilər. Mən ona görə yadını sual vereyim. Bu xanım bizim verilişimizə gəldi, mən sual verdim. Özündən danışdı, dedim belə, şəraitim var özümə görə, Allaha şükür, işim var. Dedim, bəs bir şey yoxdur səndə, sən nəcəm ailə qurmursan, vaxtın keçir. İndi kişi 40 yaşında da ailə qurur, hə qurur, amma qadın mən belə düşünürəm ki, bir vaxtı var. Çünki o biyoloji məsələlər var, bu qadın uşaq dünyaya gətirməlidir, onun da vaxtları var. Müəyyən müddətdən sonra ya uşaq olmur, ya da ki, uşaq Down sindromu da olur. Bunu mən sizə deyim, yaşlı xanımlar çox vaxt görürsünüz ki, Down sindromu uşaq dünyaya gətirirlər. Bu tez-tez rast gələn bir məsələdir. Mən dedim, o da dedi ki, mən bilirsiniz, mən gərək alan adamın, gərək, mənə pul olmalıdır, çoxlu. Ondan sonra, onun qəşəng mənə maşın almalıdır, bahalı, mənə yeni tikili evlərdən ev almalıdır. Ondan sonra, mən nə edirəm, mən kasıbım. Belə adam da yoxdur indi. Ona görə də mən ərə getməyəcəm. O sözündən sonra burada aləm dəydi bir-birinə. Şəfqə xanım çox pis tənqid elədi. Yox, sərt, pis yox, üzr istəyəm. Sərt şəkildə tənqid elədi. Şəfqə xanım dedi ki, nə hesab edirsən özüm ki, sən dedi də sən o sözləri. Elə səsini falan da eşitməmişdi. Sonra digər ekspertlər də hamı hücum elədi onun üstünə. Nəysə, qızı ağ yuddular, qara səhv. Yəni barışmadılar da onun fikrindən ola bilsin. Bu qızın dediyinə mən də şərikəm. Çünki niyə görə? Yəni bir dəqiqə. Buyurun. Çünki nəyə görə? Bu adam deyir ki, məsələn, bugün mənim maşınım var, evim var, 3 yerdə işləyirəm. Mən dünən baxırdım. 3 yerdə işləyirəm. Mən gedim hansısa bir kasıb, işsizi, gücsüzü gətirim. Görəcək iş yoxdur, güc yoxdur, maşın gedəcək. Bax, o böyük, geniş evdən balaca evə köçəcək. Bu xanım demək istəyib ki, ikimizin də maaşımız dəyərində olsun ki, yəni bir-birimizin, məsəl üçün, mənim pulum tək xərclənməsin də, onun da pul üstünə gəlsin. Gəl belə danışaq da, elə bir evə 1000 manat gəlir, bu kişi də gətirir 500 manat. Məsələn, 1000 manat bu, 500 manat o, mən yuxarı çıxmıram. Yəni, bu yavaş-yavaş, bu da geyinmək müğənnidir də, geyinmək, keçinmək istəyir ki, yoldaşı da bunun kimi qəşəng geyinsin, keçinsin. Bir dəqiqə brend mallar var ki, yanına boyda bağlı. Yəni, bu xanım ona görə deyib ki, yəni, mənim yoldaşım, bu indi deyir, qaydasını bəlkə də biraz sərt şəkildə dedi deyə, Şəfqə xanım da və başqa ekspertlər də hamı cümdə onun üstünə. Canımsan, ürəyimsən. Mən bir söz deyim, hər bir oğlanın, hər bir qızın sevilməyə haqqı var. Və hamı yaxşı həyat istəyir. Heç kəs deyilməz ki, mən kasıb həyat istəmirəm və yaxud dövlətli istəmirəm. Yalan söhbət. Sadəcə bu bütün o kasıbla dövlətli birləşdirən o məhəbbət olur, xasiyyət olur. İnsan ərlad bu xanım milyoner qızı olsun, oğlanı sevsə, oğlan xasiyyətinə vurulsa, onun pul gözündə olmayacaq. Amma adam var ki, xasiyyəti yoxdur, nə olsun milyonu var. Yenə bunları birləşdirən bir məqam, ünsiyyət olmalıdır. Amma bu xanımı da qınamaq olmaz ki, mən niyə dövlətli istəmirəm. İndi bir dəqiqədə, bir dənə məsələ var. Mən çox üzr istəyirəm. Sizin neçə yaşınız var? 29. Boy, mən 34 bilirdim bunun yaşını. 29 yaş, vaxtı keçib bunu. Elə vaxtıdır elə. Ailə qurmaq qadın üçün ən Oradan 29 yaşınız var sizin. Start pasportu. Yaxşı, siz bu 29, bu gənc 29 yaş, siz bəs bu maşını, nasıl deyirsiniz, evsiz, özünüz deyirsiniz evinizə, siz bunu necə qazanmışsınız? Bilirsiniz, evim atamın evidir də, öz evimizdir. Atan evi sənə verir? Mənə verməyib, yəni mən də orada qalıram da. Atanın evindən sənə nə onda? Sən axı dedin ki, mənim evim var, özümün ailəsi dedin, mənim də payım vardı orada, yəni o mənim də evimdir, ata evimdir. Siz keçən verilişdə dediniz ki, mənim maşınım var, bahalı, özümün də evim var, yeni tikilib. Bilirsiniz, Elgiz müəllim, mən əziyyətlə bu yerə gəlmişəm. Mənim gecəm gündüzüm yoxdur, məni tanıyanlar bilir. 3-ə kimi oxuyuram, səhər 6-nın yarısı durub başqa işə gedirəm. Siz başladınız söhbəti başqa yerə fırlatmağa. Yox, başqa yerə fırlatmağa. Siz keçən verilişdə dediniz ki, mənim evim var, gözəl, yeni tikilidə. Gözəl maşını gördüm, can sağlığı. Allah can sağlığı versin sənə.
Ondan sonra qızılım var, özümə görə zinət əşyam var, brilyantım var və s. və axır. Bunu siz dediniz. Və dediniz ki, mən gərək adam olsun, bundan da çox olan adama mən gedə bilərəm. Bəli, Özün təbii bilərsən, ki. mənim bundan işim yox. İndi mən sizə sual verirəm ki, siz 29 yaşında bir qız, gənc qız, siz bu qədər var dövləti necə qazanmışsınız? Onu bilən cavabını mənə deyin, bundan da qutar. Mən bu sualı Elgiz verirəm müəllim, sizə. mən varım. Yox, atamın Yox, evindən yox, mənə yox, pay mənə düşürdü. varımdır deyəndə elə bilirlər milyonlar. Yox, mən əziyyətlə bura Ay qədər qızım, harada əziyyət çəkmirsən? Onun adını deyəsən. Sənətin məşğulsan. Mən ağzım Model deyə əziyyət işləyirəm. əziyyət. Mən veriliş Oxumana, aparmışam, oxumana, kooperativ oynamana. işlərə getmişəm, zülm çəkmişəm, Kim səhər saat bitir, 9-dan bitir. çıxmışam. Gecə Səhər saat saat- 12-də birdə gəlmişəm. Elə də yenə də elə. Qızım, Yenə də elə. Bax, buradan çıxıb konkret 3 cavab ver ki, iki yerə nə işlə getməliyəm. məşğulam? Çünki nə qədər canımda can var, nə qədər ki, nətər deyərlər, mənim imkanım var, bunu eləməliyəm. Düzdür Təbii, ki, bəli, qocalanda bəli. kimə lazım yox. Xəstələndim, insan gərək bu günləri fikirləşsin. Amma insan gərək öz qocalığının üçün nələrsə eləsin ki, insan bax qocalanda çıxıb hansısa cavanın verilişində burada oturub dilənməyim ki, nə olar? Mənə yazığınız gəlsə, mən neçə ildir veriliş aparmışam, o qədər adamları sağaltmışam, indi özüm bu gündə mənə özüm bu kömək edeyim. gündə. O günü istəmirəm mən. Ona görə məsələ deyirəm də, Təbii, doğru Ha, diyorsun. yəni sən deyirsən əziyyət çəkmişəm. Mən sizə sual verirəm. Deyirəm bu əziyyəti hansı sferada çəkmisən? Onu indi qurtardı getdi də. Hə, 6 ildir aeroportda işləyirəm, hava Ay limanında. sağ ol. Səhər 6-nın yarısı durub gedirəm işə. Ay sağ ol. Axşam çıxıb gəlirəm 8-də işdən, evə. 12 saat işdir. Ondan sonra səhnə Oradan alırsan. hazırlaşıram, gedirəm, axşam gecə 3-ə kimi oxuyuram. Ay sağ ol. O Oradan səhnədən o qazanırsan. səhnəyə. 3 saat Həm də yatırsan. Üçüncü. Ha, cavandır da. Yox, nə dəmir Hə, döşür. sonra Gənclər bir dəqiqə 3 sonra saat. canım. Yox, mən bu dəqiqə şəxsən yuxusuzluqdan çox əziyyət çəkirəm. Həm də model işləyirəm. Gündüz vaxtlarım olanda, ev günlərim olanda çəkilişlərə gedirəm. Yəni mən işləyib özüm qazanıb, özüm demək öz ki, ayağımın bax, üstündə ay sağ dururam. ol. 3 yerdə işləyirəm həm oradan. Mən Yəni əziyyət mənim çəkib hər bu yerə saatim gəlmişəmsə, puldur. nə Belə üçün? belə götürəndə bu qızın hər saatı buna pul gəlir, hər saatı. Elgiz, Belə böləndə. bu xanıma Olsun. heç kimin ixtiyarı yoxdur. Desin ki, sən düz eləmirsən, milyarder niyə axtarırsan, milyonçu niyə axtarırsan, sən niyə qəşəng oğlan axtarırsan. Bunu deyən adamlar ya paxıllıq çəkirlər. Qəşəng demir, deyir varı Yox, deyirdilər. də. ekspertlərdən deyirəm, danışanlar. Bu qadını qınayırlar. Əvvəla bu qadını həmişə bir söz deyəndə mən həmişə o adamı çalışsam düşünəm. Onun pozisiyasına çatam ki, o nə fikirləşir, nə məqsədə deyir. O məqsəddə paklıq varsa üstə yox. Vəssalam da. Təbii ki, özünün parasını tapacaq da. Bəli. O öz yerində və fikrinə sonsuz, yəni fikrinizi bildirdiyinizə görə Çox sağ minnətdarlığımızı ol. bildirirəm. Deyirsiniz, heç kim ona heç şey deyə bilməz. Mən onunla razıyam, amma onun deyiliş forması var. O xanım ilk bura gələndən Elgiz bəyin sözünə qüvvəti. Elgiz bəy məni qabaqladı. Mən deyəcəkdim ki, xanım gələndə deyirdi, mənim heç nəyə ehtiyacım yoxdur, mənim evim var, maşınım var. Xanım, Bəli hər xanım, kəsin- mənim heç nəyə Yox, ehtiyacım bilirəm. yoxdur. Mən Yox, bu dəqiqə deyirsiniz, özümü yoxdur. yüksək səviyyədə Necə saxlayacaq yoxdur ki, qədər siz gəlib qazanıram. burada deyirsiniz ki, mənim həyatımda olan insan bu kriteriyalar olmalıdır. Siz yenə eyni Və sözü Sevdə xanım deyirsə, eyni sözü mən deyən nəyə görə sizsiniz, xanım. özümdən aşağı Və olan Sevdə bir xanım insana deyir ki, evlənəm? hər kəs öz tayını tapmalıdır. 500 manat nədir? Sevdə xanım, əgər bir kişi gününə 20 manat qazanıb gətirib əlində çörək gətirirsə, Və onun kişi yeni kimi böyük kişidirsə- böyük Balam, o qadın böyük üç kişi. tane Onunla olur. Arvad evlənməlidir. oturur, kişi qazanır. Mən Həm də qaça-qaça zəngin. getmərəm. Əgər mənim həyatımda olan insan varlıdırsa, mən qəbul eləyərəm. Yox, orta təbəqənin övladısa yenə qəbul eləyərəm. Heç olmasa bilərəm ki, mən oturub televizora baxanda qapını döyəndə yoldaşımın əli zəmbildə qarşılayıram. 500 manat qazansın, 20 manat Söhbət qazansın. bilirsiniz nə Əla. deyir? Siz mənə deyirsiniz varlı kəsib ayırırsan, mən Sən varlı necə kəsib düşünürsən ayırmıram. İnci? İnci. Mən Varlı deyirəm, kasıb ayıran siz, sizə mən yox. Yenə mənə qoymusunuz Tamaşaçılar sözümü sizə, deyir. sizə irad bildirir ki, o nə Mən deyirəm ki, danışır. mən əziyyətlə bu Bir yerə gəlmişəmsə, mən əziyyətlə bu yerə gəlmişəmsə, nəyə görə mənim üstümdə olmasın kişi? Ailəvi Nəyə görə sözünü məkanlar mənə olmayan keçirə bilməsin? restoranlarda Pulu yox oxumaq idi, sənət dilisi deyil. olsun. Ailəvi məkanlar olmayan yerdə ifa eləmək sənət deyil. Sənət burada Xanım, canlı oxumaqdır. Yox, yenə Görürsüz, səhvsən. gözünüzü ancaq O o barədə görsün. səhvsən. Birincisi, ailəvi məkanda olmayan Səhnə və yerdə tamaşaçılar varsa və Elgiz səhnə müəllim, varsa nə dəxli özü var ki, mənə orada deyir ailəli xanımın. gəlir, ailəsiz Xanımın gəlir. özü mənə deyir, özünüz ayrı seçkili yeyəsiz. Həmin o publarda ya klublarda olan insanlar restorana gedəndə olur səviyyəli, puba gələndə olur səviyyəsiz. Ayrı seçkiliyi siz Bir eləyirsiniz. dəqiqə sakit Mən ol. ailəvi Xanım. məkanda da oxuyuram, pubda da oxuyuram, hər yanda oxuyuram, yaxşı yerəm. Mənim Pubda üçün deyil, pubda bütün deyil. insanlar izləyicidir, dinləyicidir.
Pubda oxuyan insan restorana gedəndə sizin üçün olacaq səviyyəli insan, gəlib pubda oturdusa səviyyəsiz. Hər müğənninin öz qiyməti var. Hər müğənninin bir qiyməti var. Lüboy müğənni Nigar, Elgiz bəy xalq söz soruşdu, artistlərindən biri icazə bu dəqiqə verin, kluba cavab verin. gətirib. Ha, bir dakika, indi Qiyməti ara budur, verin, göre məbləği kızlar budur. diyor. Buyur. Pulu verib gətirib oxuzurular. Sakitleşin. Biraz Kıza ara diyelim verin sakitleş, kız sakitleşmiyor. Saat Canım 12'den sakitleş. Görek ne diyor, İnci ne diyor? O da cavan kızdı. Yəni mən də ailə qurmamışam, 34 yaşım var. Bəli. Amma mən varlı kasıb söhbətinə görə deyil bu. Mən düşünürəm ki, kasıb bir anda elə gözəl varlanar ki, Bəli. heç kim, yəni o düşünmədiyi bir dərəcədə Daha varlı ola bilər. varlının kasıblaşmasını. Bəli. Və varlı birdən-birə elə kasıblaşar Ha, ki, o dəhşət onda olur. belə çıxır ki, sən varlı olanda ona getmisənsə, o kasıblaşanda sən ondan ayrılacaqsan, boşanacaqsan və yaxud küçədə Kasıb deyə qoyacaqsan. bir şey yox deyə özünü işə əziyyətə verməyən var. Əli O yerində başqa mövzu. O başqa məsələdir. o Baxın, başqa. deyir, indi deyirsən ki, özünü əziyyətə verməyən, fəhli özünü əziyyətə verir, amma günə 20 manat, 30 manat qazanır. Sən deyirsən ki, kasıba Mən də getmərəm. əziyyətlə Onda gedirəm. niyə fəhliyə getmirsən? Elə əziyyətlə fəhliyə pulumu get də. var. Niyə Fəhli də fəhliyə özünə gedirəm? əziyyətə verir. Niyə Olar bir fəhliyə dəqiqə, gedirəm? olar bir dənə söz Mən də deyim. əziyyətlə pulumu Nigar xanım, qazanıram da. aynen. Bir də siz sənət deyirsiniz, mən əziyyət çəkirəmsə, düzdür, Müəllimə. bəyən dediniz ki, 10 ildir publarda mən oxumaq, oxuyuram. ailəvi Siz də məkan məni falan çoxdan feşmə. tanıyırsınız. Pubda oxuyan insanda, ailəvi məkanda oxuyan Başa insanda düşmürsün, ən mən ailəvi azı məkanda belə bir şey deyim. Niyə mənə Ən azı pub öz gözünüzə geyimini girir? bilər Ara ki, verin, o geyim danışır, tərzi o deyilən bir danışır. şey var. Düz deyim, O mən geyim O danışır. Sen danış görün. ailəvi məkanlar olmayan yerlərdə oxuduqda belə o geyim tərzi deyilən bir şey var da. Mən səni çoxdan tanıyıram, amma o geyimlərdə görməmişəm. Təzə-təzə yeni görürəm. Sən elə bir dərəcədə açıq geyinirsən ki, Nigar. Niyə xalq Bunu artistlərimiz o geyimlə geyinəndə yaxşıdır, sizi cavanlar ailəvi geyinəndə məkana yoxsa? çağırmazlar. Hansıda bir tane sözü var. Biləsiniz. Hansıda bir tane sözü var. Halk artisti gel. Aşık halk artisti bu adam büyük bir Mən Nigar, bir dəqiqə xalq deyəlim. artisti gəl sən də canlı oxu, buradakı müğənnilər də canlı Mən oxu. Çox xahiş eləyirəm. Mən yerinə uyğun Gəl geyimimi canlı oxu, biz də geyinirəm. canlı oxuyaq. Oxu da. Deyirsiniz, Bəy, sənət, bir olar dənə mən bir canlı dənə söz oxuyun da, deyim? nə olar? Nigar xanım, Mən sizə nəsə sübut Vay eləməyə gözlə. Canlı məcburam. oxu deyən kimi Siz- deyirsiniz ki, boğazımda nə bilim nə var, səsim var. Fakt var da, Oxuyun da, fakt qurban var da. fonoqrama effektdən Fakt var da xanım, fakt var. yüklüyürsüz. Gəlib Açım şəkildə canlı oxuyun göstərim, da, nə sənə olar? yalan borcum var. Mənə borcun yox deyə sən Deyirəm ki, sənət fakt mənim deyirsən, mənə səsimdə borcun problem var. yoxdur. bir danışalım. Fakt mənim səs telimdə problem var. Açım şəklin göstər. Sənə yalan borcum var. Səndən qorxacağam. Sən kimsən? Bəs necə oxuyursan sən orada? Deyirsən ki, Fonoqram. Yox, fonoqram da oxuram, canlı yola verə bilirəm mən. Yəni o dərəcədə Bir düşmür. de yola ver de bir şey yok Yox, canım. yox. Bir dəqiqə icazə verin mən bir Bir də bir söz də deyim. Niyə mən ailəvi məkanlarda, dövlət tədbirlərində oxumağım gözünüzə görünmür? Hansısa ailəvi olmayan Çünki məkanı xanım, burada sizi- səsləndirirsiniz. Sizin saytlar sizi o formada Siz göstərir. siz ayrı seçkiliyi siz eləyirsiniz. Ailəvi olmayan Biz məkandakı ailə- insanlar biz ayrı ailəvi olan seçkili məkana eləmirik. gedəndə İnci xanım ilk dəfə bura gələndə elə ifa elədi ki, onun tələbələri də var. Biz sustuq, oturduq. Heç Siz nə demədik. Allah- Heç susmadınız, ay Elgiz Ülker, bəy bu qədər susmadınız. imkan İnciyin yaradıb. də. Çıxın siz bir dənə siz oxuyun. yenə insan incitdiniz. oxşamırsınız. Səs Siz sizin yadımdan oxuyun. deyil. Sana halal olsun. Amma bəhanə lazım deyil. İnciyi Bu qədər də imkan yalan yaradıb basın. müəllim. Oxuyun da. Mən sizə Sevda, bəhanə eləməyə səbəbim danış yoxdur. da, Siz sen mənim üçün danış. maraqsız Mikrofon verin insansınız. ona, danış görüm Sevda. Sizin evdə Nigar, sən deyirsən, niyə dövlət tədbirlərində çıxış eləmədin? Mən axı bayaq dedim ki, mən səni əvvəl tanıyanda səni başqa tanımışdım. Mən bu Bəli, biz dəqiqə də dövlət çıxıram da, tədbirlərində ailəvi çıxış məkanlara. Mən bu eləmişik. dəqiqə də çıxıram Bəli, biz da. müəyyən məkanlarda Bəli. çıxış eləmişik, Bu amma dəqiqə mən də səni o çıxıram. geyim tərzlərində heç vaxt görməmişdim. Nə olub ki, mən yerinə görə Nə oldusa geyimimi dəyişdiniz. bilirəm. Gördünüz ki, o Mən- cəhətdən mən o yolda yerinə pul görə, yoxdur, keçib bu yerinə yola görə- ki, pul qazanasın. Mən yerinə görə geyimimi bilirəm. Bu dəqiqə açıq geyindin, gündəmdəsən, bağlı geyindin, səni sayan yox. Düz deyirsiniz. Hayır, öyle Bəli, değil. mən zəmanə ilə uyğunlaşıram. Yanlış, insanın sesi olsa, Xanım bir dəqiqə. Ay xanım. Mən cəmaatın Ay ürəyindəkilərini Nigar xanım. dilimə gətirirəm deyə. Nigar xanım. Elgiz müəllim. Siz özünüzü çox yüksəkdən aparırsınız. Bir dəqiqə. Yüksəkdən bir dəqiqə aparmıram. Niyə deyim, yüksəkdən aparım? Qarşınızda sizin bu yaşlı adamlar oturub. Mən Bir sizə dəqiqə. hörmətsizlik Bir eləmirəm. dəqiqə, canım Onlar mənim. bir söz Mən heç Bir vaxt dəqiqə. hörmətsizlik eləmərəm. Sən birinci ailəni kasıb, varı Mən yerə ayırmıram. ayırdın. Bir Bax, burada dəqiqə. oxu- İkinci deyirsən Şəf- ki, buyur. deyirsən İşləyən ki, işləmir. indi bu dəqiqə çıplaq geyinəndən daha öndədirlər. Bəli, Sən bəli, bu reallıq. Azərbaycan Reallıq mentaliti budur. deyilən bir şey var. Reallıq budur. Azərbaycan çox dəyərləri var. Sən nə danışırsan? Hörmət yoxdur. Şəxsən mən hörmət Yaxşı da eləmirəm. hörmət Elə var insanlara. artık o Azərbaycan cəbdən düşüb. Fikir edin, Siz Əlcan xanım. düzgün danışmırsınız.